Uyğunluq pozulmuşdur. Spartak üsyanı, qırmızı qaşlılar üsyanı. Elə burada uyğunluq pozulubdur. Çünki Spartak üsyanı eradan əvvəl 74-71-ci illər eradan əvvəl olsa da, qırmızı qaşlılar üsyanı bizim erada olmuşdur. Bu səbəbdən dolayı cavabımız burada A variantıdır. Sarısarıqlar üsyanının baş verməsi bizim eranın 184-cü ilində başlayıbdır. Romada qulların öldürülməsinin qadağan edilməsi də 2-ci əsrə təsadüf eləyir. Bu düzdür. Əhəməni imperiyasının süqutu eradan əvvəl 30, Atropatena dövlətinin yaranması isə eradan əvvəl 321-dir. Bunlar da eradan əvvəl 4-cü əsrə düşür. Maqneziya döyüşü eramızdan əvvəl 190, Mariya sülaləsinin süqutu isə eramızdan əvvəl 180-dir. Bunlar da eramızdan əvvəl 2-ci əsrə uyğun gəlir. Fraspa döyüşünün baş verməsi eradan əvvəl 36, Böyük Hun imperiyasının parçalanması isə eramızdan əvvəl 58-dir. Bunlar da eradan əvvəl 1-ci əsrə uyğun gəlirlər.